Videonun ikinci hissəsi ilə davam edirik. Deməli, insan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunu. Deməli, birinci maddədən 1.6, 1.7 və 1.10, xüsusən 1.7, 1.7-də diqqət yetirin. Təklif sözü var burada. Təklifin yerinə təqdimat yaza bilərlər. Misal üçün, müvəkkil F məsələsinin həll edilməsinə bağlı prezidentə təqdimat verə bilər yazırlar. Bir dəfə imtahana düşüb təklif olmalıdır. 1.10-a diqqət yetirin. Daha sonra maddə 2, müvəkkilin seçilməsi. Maddə 4, müvəkkilin səlahiyyət müddəti. Daha sonra maddə 8, yəni 8-dən 8.3. Daha sonra 11-ci maddədə müvəkkil hansı hallarda şikayətə baxmır. Maddə 12, maddə 12-dən bir dənə sual əmin olun ki, düşəcək. Daha sonra 13-1.2 informasiya əldə edilməsi ilə bağlı şikayətlər. Hansı hallarda bu şikayətlərə baxmır? Bu hallara baxın, yoldaşlar, düşə bilər imtahana. 13-1.3 bu hissələrdən də suallar düşə bilər. Daha sonra normativ hüquq haqları haqqında Konstitusiya qanunu. Maddə 3 qeyri-normativ hüquq haqları və hüquq qüvvəsi. Maddə 4 normativ xarakterli aktlar və onların hüquq qüvvəsi. Maddə 28 normativ hüquq haqlarının rekvizitləri. Diqqətli olun. Bir dəfə imtahana şəkil salmışlar. Bir dənə normativ hüquq haqqı yerləşdirmişdilər. Misal üçün, vətəndaşların müraciətləri haqqında qanun. Orada nömrə ilə işarələr qoymuşdular. Siz də uyğunlaşdırmalıydınız. Deməli, aktın növü yazmışdılar. Hansı aktın növüdür? Sonra hansı hüquqi tənzimləmə predmeti əks etdirən normativ hüquq haqqının sərlövhəsidir? Misal üçün, aktın növü deyəndə qanundur, fərmandır, qərardır. Misal üçün, vətəndaşların müraciətləri haqqında qanun. Orada aktın növü deyəndə qanunu işarələsiniz. Hüquqi tənzimləmə predmeti əks etdirən normativ hüquq haqqının sərlövhəsi deyəndə orada vətəndaşların müraciətləri haqqında bu tənzimləmə predmeti əks etdirən sərlövhədir. Sonra 83-cü maddədən sual düşə bilər. Nə düşə bilər? Diqqətli olun, normativ hüquq haqların rəsmi dərc edilmə müddəti və şərtləri. İmtahan iştirakçılarının ən çox qarışdığı hissələrdən biridir. Maddə 85. Normativ hüquq haqlarının qüvvəyə minməsi. 85.3-ə xüsusən diqqət yetirin. Deməli, imtahan iştirakçıları, yəni imtahana hazırlaşan namizədlər bu mövzunu axıra saxladıqları üçün sonda ola bilər ki, bu mövzuya çox diqqət ayıra bilmirlər, amma lazımlı vacib qanunlardan biridir və daha doğrusu Konstitusiya qanunundan biridir və imtahana da düşür. 2 sual, 3 sual, bəzən olur 3 sual da salırlar. Ona görə əsas mövzulardan biridir. Daha sonra inzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu. İnzibati icraat haqqında qanunun 1-ci, 2-ci hissəsi BA kateqoriyası üzrə imtahana düşür. Qalan hissələr isə AC və AB kateqoriyaları üzrə imtahana düşür. Ona görə AC kateqoriyasında imtahanda iştirak edəcək iştirakçılar ağır mövzudur, çətin bir qanundur. Bunun bütün hissələrini YouTube kanalında yerləşdirmişəm video izahına. Əgər bu qanunu çatdırıb öyrənə bilmirsinizsə, heç olmasa 1-ci hissəsini, yəni BA kateqoriyası düşən hissəni öyrənin. Çünki BA düşən suallar AC-yə də düşür. Keçən imtahanda da görürük 25 sentyabrda rahat bir sual salmışlar. O həm AC-yə düşmüşdü, həm də BA düşmüşdü. Heç olmasa bir sualı düz yazmaq üçün 1-ci hissəni öyrənin. Baxaq, deməli, inzibati icraatdan nələr düşə bilər? Maddə 4 aidiyyət maddəsindən sual düşə bilər. Çoxdan da buradan sual düşmür. Sonra burada qeyd etməmişəm. Ola bilər ki, buradan da sual düşsün. Qanunun tətbiq dairəsinə bağlı. Qanun nələrə şamil edilmir? 3.2-yə də diqqət etirsəz yaxşı olar. Maddə 5 inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım. Sonra maddə 7 hüquqi yardım göstərilməkdən imtahan əsasları. Yəni imtahan üçün nələr əsas ola bilər? Bu düşə bilər. Daha sonra maddə 13 etimad hüququnun qorunması prinsipi. Buradan da sual düşə bilər. Maddə 15 formal tələblərdən sui-istifadənin qadağan olunması. Və bu BA kateqoriyası üzrə düşməsi ehtimal olunan hissələrdir. AC-yə də düşəcək buradan sual. Keçək 3-cü fəsl. Artıq buradan başlayaraq AC və AB kateqoriyası üzrə imtahana düşür. Deməli, burada nələr düşə bilər imtahana? 25-ci maddədə inzibati icraat materiallarla tanış olmaq hüququ.
Maddə 28. İnzibati icraatın başlanması üçün əsaslar. Əgər kimlər ki, inzibati icraatı tam öyrənə bilmirsə, heç olmasa bu hissələrə diqqət yetirsin. İnzibati icraatda nümayəndəlik, buradan sual düşə bilər. Xərclərlə bağlı sual düşə bilər. Daha sonra ekspert və mütəxəssislər cəlb edilməsinə bağlı sual düşə bilər. Daha sonra keçirik. Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ. Bu maddədən də sual düşə bilər. Sonra. Təbii ki, yoldaşlar, bunlar bundan əvvəlki imtahanda, yəni 25 sentyabr, daha sonra iyul imtahanda keçirilmiş AS kateqoriyası düşmüş suallara əsasən hazırlanıb. Yəni oradakı suallar əsasən bu maddələr təxmin edilib. Növbəti dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunu. Diqqətli olun yoldaşlar. Dövlət sirri haqqında qanundan 4-cü maddə, baxın, əsas maddələrdən biridir. Konspektdə də müvafiq icra hakimiyyəti orqanlarını yazmışam. Baxın, burada müvafiq icra hakimiyyəti orqanı vacibdir, bilməlisiniz. Bunları yadda saxlayın. Misal üçün, prezidentin dövlət sirri sahəsində məlumatların dövlət sirrinə aid edilməsi və mühafizə sahəsində vəzifələri hansılardır, yəni səlahiyyətləri hansılardır, bunları mütləq şəkildə bilməlisiniz. 5-ci maddə. Əmin olun ki, 5-ci maddədən bir sual imtahanda sizin qarşınızdadır. Dövlət sirri təşkil edən məlumatların siyahısı, xüsusən də hərbi ilə iqtisadini qarışdırırlar. Misal üçün, iqtisadi sahədə dövlət sirri təşkil edən məlumatlarda bəzən də hərbi sözü var. Sonra əks kəşfiyyatla hərbini qarışdırırlar. Baxın, 5-ci maddəni öyrənin mütləq şəkildə. Əgər bir sualı düz yazmaq istəyirsinizsə, dövlət sirrindən, 5-ci maddəyə diqqət yetirin. Buradan əmin olun ki, bir dənə sual qarşınızda olacaq. Daha sonra 6.2. 6.2-dən də sual düşə bilər, qeyd götürün. 8.2. Dövlət sirri təşkil edən məlumatların hansı məxfilik dərəcələri var? Qəbul sualıdır. Misal üçün, yoldaşlar, 6.2 mart imtahanda düşmüşdü. Martın 9-u keçirilən dövlət imtahanda düşmüşdü bu sual. Ola bilər ki, gətirib yerinə salsın. Və onu da deyim sizə, dövlət qulluğu ilə bağlı DİM-in 2024-cü il toplusunda dövlət sirrinə aid, informasiya əldə etmək haqqında qanuna aid, mülki məcəlləyə, əmək məcəlləsinə aid testlər işləyin yoldaşlar. Ola bilər ki, eyni sualı gətirib yenidən imtahana salırlar. Daha sonra maddə 10. Məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası. Bu maddədən də sual düşə bilər. 13.3. Müddətlərdən sual düşə bilər. Məxfiliklə bağlı müddətlərdən. Daha sonra maddə 24. 24-dən sual düşə bilər. Qeyd götürün yoldaşlar. Yəni son gündə bu maddələrə xüsusən diqqət yetirin ki, düşməsi ehtimal olunan maddələrdir. Sonra informasiya əldə etmək haqqında qanun. 4.2. Qanun kimlərə şamil edilmir? Daha sonra maddə 10. İnformasiya sahibinin vəzifələri düşə bilər imtahana. Maddə 13, maddə 14. Dövlət sirri haqqında qanun və informasiya əldə etmək haqqında qanunla bağlı sual-cavab şəklində konspekt var məndə və əmək məcəlləsinə aid də konspekt var. Daha doğrusu əmək məcəlləsi və informasiya əldə etmək haqqında qanuna aid. Yəni kimlərsə əldə etmək istəsə mənə WhatsApp üzərindən yaza bilərlər, mən onlara göndərərəm həmin konspekti. Yəni sual-cavab şəklindədir. Həmin mövzunu öyrənmək üçün sizə rahat bir vasitə ola bilər. Maddə 13, maddə 14 bu maddələrə diqqət yetirin yoldaşlar, buradan sual düşəcək. 16.1 bu düşə bilər imtahana, tez-tez də istifadə olunur. 18.2 daha sonra maddə 24 informasiya sorğusunun icra müddəti. Maddə 28 maddə 34 informasiyanın təsnifatı. Və yoldaşlar, maddə 40 informasiya əldə olunması üzərində müddətin müddətləri. Bu maddələrə xüsusən diqqət yetirin. Daha sonra əmək məcəlləsi.
Əmək məcəlləsinin həcmi genişdir. Narahat olmayın, əmək məcəlləsindən suallar çətin düşməyəcək və çox zaman da əmək məcəlləsidir, mülki məcəllədir. Burdan situasiya tipli test salırlar. Ona görə əmək məcəlləsində diqqətli olun. Xüsusən də müddətlərdə diqqətli olun. Nələr düşə bilər əmək məcəlləsinə? Xüsusən qeyd etmişəm burada mən. Maddə 68 əmək müqaviləsi xitam verilməsinin əsasları. Maddə 69 əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası. Bunları bilin və situasiya tipli testə düşə bilər. Diqqətli olun. Daha sonra maddə 77 əmək müqaviləsinin xitam verilərkən işçilərin təminatları. Deməli, maddə 78-də ikinci hissəyə diqqət yetirin, düşə bilər imtahana. Situasiya tipli testə düşə bilər bununla bağlı. Maddə 79 əmək müqaviləsinin ləğv olunması qadağan edilən işlər və hallar düşə bilər imtahana. Daha sonra bayram günləri düşə bilər imtahana. Hətta buna aid topluca testlər də var. Maddə 112 məzuniyyətin növləri. Maddə 114 əsas məzuniyyət və onun müddətləri. Maddə 116 əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilməsi qaydası. 117, 119, 120 bu maddələrə diqqət yetirin yoldaşlar. Daha sonra 125 hamiləyə və doğuşa görə məzuniyyətlər düşə bilər buradan sual imtahana. Daha sonra maddə 175 əmək haqqından tutulmalar yol verilən hallar və bunların icrası qaydası buradan sual düşə bilər. Daha sonra inzibati və yardımçı vəzifələrin təsnifat toplusu. Diqqətli olun. Nədə? Xüsusən yardımçı vəzifələr üzrə diqqətli olun. Bir də ki, inzibati vəzifələrdən nələr düşə bilər? Misal üçün, prezidentin köməkçisi, birinci vitse-prezidentin köməkçisi, daha sonra baş nazirin müavinin köməkçisi. Videonun birinci hissəsində demişdim ki, mən bəzi inzibati vəzifələr var ki, onları gətirib salırlar imtahana. Yəni inzibati və yardımçı vəzifənin təsnifat toplusu yoldaşlar əzbərdir. Bunları yadda saxlamaq lazımdır. Misal üçün bir dəfə imtahana gətirib salmışdılar prezidentin protokol xidməti rəisi. Sonra prezident administrasiyası rəhbərinin köməkçisi və sair digər inzibati vəzifələrdən də suallar salmışdılar. Növbəti mülki məcəllə. Mülki məcəllədən nələr düşə bilər? Maddə 28 fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. Buradan sual düşə bilər, diqqətli olun. Keçən imtahan demişdim, patronajdan sual düşəcək, düşdü. Bu dəfə ola bilsin patronajdan sual düşməsin. Maddə 30-dan sual düşə bilər. Maddə 33-dən sual düşə bilər. Qəyyumluq və himayəçilik. Maddə 44-dən hüquqi şəxsin hüquq qabiliyyətindən sual düşə bilər. Maddə 47 hüquqi şəxsin nizamnaməsindən sual düşə bilər. Maddə 53-dən nümayəndəlik və filiallar. Çoxdandır burada mən sual görmürəm imtahanda. İdarədən də sual çoxdandır görmürəm. Maddə 55 hüquqi şəxsin yenidən təşkili ilə bağlı sual düşə bilər. Diqqətli olun. Situasiya tipli sual da sala bilərlər. Daha sonra bununla bağlı deməli AC və BA kateqoriyası üzrə videolarımız da yekunlaşdı yoldaşlar. İmtahanın son günləridir və kimlər istəsə sırf AC kateqoriyası üzrə situasiya tipli tapşırıqlarla zəngin olan test işləmək istəsə mənə yaza bilərlər və mobil tətbiqi onlar üçün aktivləşdirə bilərəm və orada AC kateqoriyası üzrə istər mülki məcəllə olsun, istər əmək məcəlləsi olsun, inzibati icraat olsun, hər birinə aid situasiya və nəzərə tipli testlər də var. Yəni imtahan qabağı işləyib öyrəndiyiniz mövzuları möhkəmləndirə bilərsiniz. Diqqətinizə görə təşəkkür. İnşallah növbəti videolarda görüşərik. Sağ olun.